Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Sözünüyə aid olan ingilis dili quizinə baxaq. WhatsApp qrupuna göndərmişdim, yəqin ki işləmisiniz. Əgər testi işləməmisinizsə, faydalı olsun deyə öncə işləyib, daha sonra izaha baxarsınız. Sözünü biraz çətin mövzudur, yəqin ki digər şagirdlər kimi siz də çətinlik çəkirsiniz. Videonun sonunda sözünlə bağlı vacib qeydləri nəzərinizə çatdıracağam. Birinci sualdan başlayaq. Bilirik ki, böyük maşınlar, avtobuslar, tramvaylar, təyyarə, qatar və s. nəqliyyat vasitəsindən getdiyimiz zaman on istifadə olunur. Yəni, on bas olacaq, bu da D olacaq. Əksər şagirdlər burada bayı qarışdırırlar, məsələn, A düşünürlər, amma bay olduğu zaman yanında artikel olmur. Bay bas deyərsən, yəni avtobusla getdiyimiz zaman. Cavab D variantı. İkinci sualda bilirik ki, saatların qabağında at istifadə olunur. Meeting deyir ki, saat 11-də başlayacaq və morningin qarşısında in olacaqdır. In the morning olur ifadə olaraq. At və in, yəni 2-də A variantı olur. Ayların qarşısında dəqiq tarix olduğu zaman tarixi varsa cavab 10 olur həmişə. D variantı. Sözünü əzbərçi mövzu olsa da bəzi şeyləri qaydaya uyğun tapmaq olur. Yenə də baxarsınız, cavab D variantı. Əgər 28 olmasaydı, mayda olsaydı, yəni cümləmiz, misal üçün mayda onu gördüm desəydiniz, o zaman in olacaqdı. Dördüncü sualda cümlənin mənasına baxmaq lazımdır. Ümumiyyətlə, look özündən sonra müəyyən sözünü götürür. Məsələn, look for axtarmaq deməkdir, look at baxmaq deməkdir, look suru nəzərdən keçirmək deməkdir. Bunu ancaq əzbərləmək lazım olur. Burada cümlənin mənasında da o yeni eynəklərini axtarır deyərik, yəni look for deyərik. Heç digərlərindən burada istifadə olunmur yəni. Beşinci sualda have been-in qaydası var. Have been filan yerdə oldum mənasında istifadə olunur və özündən sonra deməli to istifadə olunur. Have been to Turkey olur. Elə cavab D çıxır. Bilin ki, this summer, this day, evening yox. Today, yesterday və s. bunların qarşısında sözünü olmur. Elə ona görə də D variantı olur. Bu tip sualda əmin olduğunuz variantda, misal üçün bir tərəfi tapdınızsa, digər variantı atmağa çalışın. Məsələn, have been to qaydasını bilirdirsə, sol tərəfdə to olmayan hamısını atanda elə cavab yenə çıxmış olur. 6-cı sual. 6-cı sualda left, leave, tərk etmək feilinin keçmiş zamanıdır. İki qaydası var. For olduğu zaman getmək mənasını verir. Boşluq olsa tərk etmək. Boşluq olsa o da doğru olardı. Boşluq yoxdur deyə left for olacaq A variantı. 7-ci sualda friendly to olur. Filan kəsə, kiməsə səmimi olmaq, o ifadələr bir yerdə istifadə olunur. To be friendly to somebody, kiməsə mehriban olmaq, A, Ə, ya, Y. 8-ci suala baxaq. Nədəsə yaxşı və ya pis olmaq, good at və ya bad at olur. Ona görə birinci tərəfə biz at yazırıq. Və interested in bir yerdə istifadə olunur. Bir şeylə maraqlanmaq mənasını verir. Misal üçün, he is interested in football. At in, cavab D variantı. 9-cu sualda arrive-in qaydası var. Arrive-dan sonra böyük yer gəlsə, ölkə, şəhər, qitə, qəsəbə, arrive-in istifadə olunur. Əgər ofisə çatdım desəydik, balaca bir yer olsa, at istifadə olunardı. Cavab B variantı. 10-cu suala baxaq. 10-cu sualda get, çatmaq, əldə etmək mənası var. Getdən sonra to istifadə olunur. Qaldıq C və Y arasında. Reach sözünə baxsanız, sözünün sonunda bəzi feillər var ki, özündən sonra sözünü istəmir. Reach də onların içərisində var. Reachdi, joindi, misdi, answer və s. Ona görə boşluq olur. Yəni to boşluq, onda deməli C variantı. Getdik 11-ə. 11-ci sualda bir şeydən qorxmaq ifadəsi to be afraid of-dur. Bunun başqa bir açıqlaması yoxdur. Cavab Y variantı. Sizə az öncə dedim ki, sözünün sonunda cədvəl var ki, orada bəzi feillərdən sonra sözünün istifadə olunmaz. Onların içərisində baxsanız, to visit də var, to answer də var. Özündən sonra sözünü qəbul etmir. 1 və 4 isə doğru cavabdır B variantı. 13-cü sualda universitetdə, aeroportda ətdən istifadə olunur məkanların əksəriyyətində. At university olur, bunu bilmək lazımdır. Bunları xəttləyək, qaldıq A və D arasında. Cümlənin mənasına fikir verək. Bizim ilk ilimiz ərzində, deməli, o mənim otaq yoldaşım idi. Ərzində məna baxımından zamanla bağlı istifadə olunduğu üçün bura during deyəcəyik. Hər hansı gün falan holiday olsaydı, o zaman onu axtarıb yazmaq olardı.
14-cü sualda şehid əzbərçi ifadədir. Cədvəlin içərisində vardır. Kölgədə, gündə indən istifadə olunur. İncə şehid olur, yəni B variantı. 15-ci sualda V qaydasına əsasən 10 V-dir. Sol tərəfdə 10 axtaracağıq. Digərlərinə göndərək getsin. Hiədir, homedur, zədir. Bunlar onsuz da ora mənası var deyə burada to'ya ehtiyac yoxdur. Yəni boşluq olur. Məsələn, homedur, I go home deyirik. I go to home demirik. Yəni boşluq olacaq. Ona görə cavab elə Y variantı olur. Və sözünün sonundakı cədvələ baxdınızsa, orada meetdən sonra da sözünü olmurdu. Yəni metdi, answerdir, respect və s. Burada da boşluq olur deyə cavab Y variantı olur. Gəldik əsas məsələyə. Quiz bu qədər. Demişdim ki, sözünlə bağlı bir-iki qeydləri sizə deyəcəm. Ümid edirəm ki, sizin üçün faydalı olar. Sözün ümumiyyətlə əzbərçi mövzudur uşaqlar. Artikl kimi əzbərçidir. Bəzi şeylər əzbərlə bilmək lazımdır. Misal üçün tutaq ki, incə şehiddir, kölgədə bilmək lazımdır. Bilmək lazımdır ki, to be afraid of-dan istifadə olunur burada. Bunlar əzbərçidir. Bir, təbii ki, əzbərləmək var imkan daxilində. Bu ola bilər. İki, çox işlənənlər var ki, bir var ki, yəni məhsuldar və ya qeyri-məhsuldar. Bir var ki, çox işlənənlər var. Misal, suffer from, depend on, afraid of var. Sonra listen to music ola bilər. Bunlar çox işlənəndir. Bunları imkan daxilində gücünüz çatan qədər öyrənmək lazımdır. Əsas bu. Bir də ki, dim toplular və ya güvən olsun, digər vəsaitlər olsun. Əsas da dim toplusu və 20 sınaq olmaqla onlar qəbul əsasında yazılır deyə ümumiyyətlə orada olan söz önlərini əzbərləsəniz yaxşı olar. Dim toplu, dim sınaqları və s. Yəni gücünüz çatan qədər təbii ki, əzbərləyirsiniz. Və bir əsas məsələ də necə yadda saxlamaq olar? Əgər çoxlu reading listening edirsinizsə, dilə yatma məsələsi var. Yəni siz əgər çoxlu listening edirsinizsə, çoxlu mətn işləyirsinizsə, hər zaman bilərsiniz ki, to be good in düz gəlmir. Yəni orta tip uşaqlar nə demək istədiyimi yəqin ki, anladılar. Misal üçün to be good at ifadəsidir. Məsələn, çoxlu reading eləyən bir uşaq bilir ki, hər zaman afraid of-dur, afraid in deyil. Misal üçün asılı olmaq sözü çox məşhurdur. Depend on-dur. Heç zaman misal üçün depend over işlənmir. Yəni bu şəkildə daha yaxşı yadda saxlaya bilərsiniz. Və bir də nə deyəcəkdim? Sözünü əzbərçi mövzudur və cədvəlləri çoxdur. Oradan da sizə 1 və ya 2 sual düşür. Çalışın ki, bütün gününüzü sözünə sərf eləməyin. Çünki əsas reading listeningi öyrənin. Bir də əsas şeyləri söz önündən bildinizsə, onca qeyd etdiklərimi bildinizsə, söz önündə çox problem yaşamazsınız. Ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar.